Salam əziz dostlarım, salam, xoş gördük sizlərlə gözəl belə bir verilişdə. Əziz dostlarım, bugün mən sizlərə İslam dinində istifadə olunan daşlardan danışacağam əziz dostlar. İslam dinində ümumiyyətcə üzük nə deməkdir? Üzüklərin üzərindəki qiymətli daşlar və orta yarım qiymətli daşlar nə deməkdir əziz dostlarım danışacağam. Hal-hazırdakı üzüklərimizin üzərində yaqut, sapfir, zəbərcət, ametrin və turmalin daşlarını və topaz daşlarını görürsünüz əziz dostlarım. İmam Əlidən nəql olunur ki, İmam Əli əleyhissalamdan ki, üzük haqdır əziz dostlarım. Yəni üzük müsəlmanın barmağında mütləq olmalıdır. Bu bütün 12 imama aid bir belə deyək də konkret nişanədir mənim əziz dostlarım. Hər bir üzüklərin öz mənası var və əldə istifadə olunma qaydaları var mənim əziz dostlarım. Bax görürsüz, bunlar natural daşlarlandır bu üzüklərimiz və onlar imamət daşları sayılırlar əziz dostlarım. Digər daşlarımıza baxırıq, qədim yazılı daşlardan söhbət gedir. Burada dua yazılı, yəni əl duası, ruzu duası yazılı daşlar gedir. Bu daşlardan ən gözəlini görürsüz, Abbasabad daşıdır, ortadakı daşdır və qıraqdakı əqiq daşlarını görürsüz. Yəmən əqqi, Şərəfşəms əqqi və göy Yəmən əqqi üzərində ruzu duası yazılı Yəmən əqqini görürsünüz əziz dostlar və Süleymani əqqi bir də görürsünüz. Bu daşlar bütün 12 imamlar tərəfindən istifadə olunmuş daşlardır və fəzilətli daşlar sayılır mənim əziz dostlarım. İnşallah gələcək videolarımızda biz sizlərlə yenə daşlarla bağlı danışacağıq. Kanalımıza abunə olmağı unutmursunuz. Yeni verilişlərdə görüşənədək.